Barama qurdu saxlayırıq artıq 30-cu gündür və gün keçdikcə də baramaların sayı artır və bu da o deməkdir ki, artıq bu prosesin sonuna yaxınlaşırıq. Gördüyünüz baramalar da əslində hələ ki tam hazır deyil. Öncəliklə qurdlar özləri içəridə qalmaq surətilə ətrafını tor halında gördüyünüz qaydada barama hörməyə başlayırlar və bu baramalar sonda tam ağappaq olur və eyni zamanda bərkimiş halda olmalıdır və hətta bu baramalardan sonda kəpənək belə çıxır. Amma baramadan ipək hazırlandığına görə kəpənəyi çıxmış formasını almırlar, yəni yararsız sayılır. Artıq demək olar ki, qurdlar 50% baramanı hazırlayır. Buna görə də biz artıq onlara sadəcə gündə bir dəfə yemək veririk. Hər iki tərəfdə də qurdlara yemək verdikdən sonra yenidən yollanırıq onlar üçün yarpaq toplamağa. Hazırda bir dəfə yemək verdiyimizə görə o qədər də çox yarpaq toplamağa ehtiyac qalmır. Öncədən deyim ki, bu qonşumuzun icazəsi ilə qırdığımız ağacdır. Yəni onlar özləri istəyirlər. Sonra yenə yorumda ağacları qırırıq deyə bizi qınamağa başlamayın. Qurdlar barama hazırlaya bilməsi üçün təkcə yarpaqları deyil, eyni zamanda da budaqları lazımdır ki, onun üzərində hazırlaya bilsin baramanı. Bunun sayəsində biz həm də ağaca xeyir vermiş oluruq. Çünki gələn il üçün yenidə budamağa hazır olur. Biraz çay fasiləsi etdik. Bu arada yarpaq toplamaq üçün qonşulara gəlmək daha yaxşıdır. Çünki hər dəfə bizi çay süfrəsinə qonaq edirlər. Bu da Balakən cəmaatının qonaqpərvərliyindən dolayıdır. İkinci bağa da gəlib yarpaqları toplayandan sonra hər birini də doldurduq traktorun qoşqusuna. Həm ziyarət, həm ticarət olaraq cəmizdəki işıq dirəyini də hazırlamaq üçün bu ağacı da kəsdik. Yenə də qonşumuzun icazəsi ilə. Artıq bu prosesin bitməsini həyəcanla gözləyirəm. Həm rahat dincələ bilmək üçün, həm də sizə bütün prosesi axıra qədər göstərə bilməyim üçün. Artıq bu prosesin sonlarına doğru gəlmişik deyə bilərəm. Bu baxımdan digər vloqları qaçırmamanız üçün bizləri izləməyə ala bilərsiniz.